Sonra qəfildən atam rəhmətə getdi. Bu, o mənə kömək eləyirdi da, yəni maddi cəhətdən. Sonra çətinliklər oldu. Hətta mən, belə deyək, arada gördüm ki, işlərim alınmır. Mən istəyirdim, gedəm rayonda, mədəniyyət evində adında işləyən belə. Bax, belə bu təbəddülatlı bir vaxt idi. Hətta sinir sistemimdə pozulmuşdu. Öz istədiklərim şeylər vardı, arzular vardı. Az dramada işləmək, bunlar hamısı məhv oldu. O vaxt alınmadı. Nəsimi filmini çəkməyə hazırlaşan Həsən Seyidbəyli gənc ucaboy aktyoru xatırlayır. Bu zaman artıq xəstəxanada müalicə alan Rasim Balayev həyatdan çox küskün idi. Hətta ikinci övladının adını Asim qoyaraq xəbər göndərir ki, ölsəm uşağın adının əvvəlinə R hərfini artırarsınız. Elə ilk dəfə Nəsimi filminə də ehtinassız yanaşır. Mən xəstəyəm deyir. Həsən Seyidbəylinin Səhiyyə Nazirliyinə zəngi ilə vəziyyət dəyişir. Ey Müslümanlar! Bugün oluyor, pünhan ayrılır. Ağlamayım, neyniyim? Çün gövdeden can ayrılır. Ey sana micran elinden alevizar eylerem. Gözlerimden sana sen deryayı ümman ayrılır. O sebeptendir ki ben bimar, rencur olmuşam. Xəstə könlüm mərhəmi ol, dərdə dərman ayrılır. Taqətim, səbrim tükəndi, onsuz mən neylərəm? Əqlimi şeydə ağlan ol, çeşmi fəttan ayrılır. Məhşəri yevmül hisab, qopdu qiyamət başıma. Yəni ey Yusif sifətli bir kənan ayrılır. Nəsiminin səsidir. Göstər. Şəms Nəsimin axtarılır. Nəsimi laməkandır. Onu tapmaq olmaz. Nəsimi filmi rast gəldi və beləliklə elə Nəsimi filmində mənə ev verdilər. Yavaş-yavaş o maddi durum düzəldi, sağlamlığım da düzəldi. Sonra həyat davam elədi. Və belə deyək ki, o filmdən sonra mənə artıq nəinki bizdə, hətta Orta Asiyada, başqa respublikalarda məni qabaq yoxlanış vardı, aktyorları yoxlayırdılar. Yoxlanışsız, zadsız məni hər yerdə çəkirdilər. Və mən başladım Sovet İttifaqı deyilən bir məkanda bu yerdə çəkilməyə. Və belə deyək ki, həm mənəvi, həm material cəhətdən təmin olundum. Yəni, bu film elə bir ki, mənə bir yaşıl işıq yandırdı. Mən ki, belə intensiv işləməyə başladım. Yəni, maddi durumumuz yaxşı oldu, çünki mən yaxşı maaş alırdım. O da institut tutarmışdı, o da biraz da işlədi. Sonra qərara gəldik ki, uşaqların tərbiyəsi ilə məşğul olmaq lazımdır. Bunu bağçada zətdə bununla əmələ gəlmir. Bu uşaqla ciddi məşğul olmaq lazımdır. Və mən də çəkilişlərdə, o vaxtda əl telefonu yox idi, amma mən həmişə onlara diqqət yetirmişəm. Evə niyə gec gəlib, niyə tez gedib, niyə belə oldu, niyə belə oldu. Çünki mən bilirdim ki, sənət yaşayışı bir başqa şeydir. Amma uşaq böyütmək, özü yararlı uşaq, cəmiyyətə yararlı, mən demirəm dahi olsa lap yaxşı. Amma cəmiyyətə yararlı evlad böyütmək lazımdır. Bunun üçün də məşğul olmaq lazımdır. Buna vaxt ayırmaq lazımdır. Ki, sonradan peşmançılıq çəkməyəsən. Mən o vaxtı yadımdadır bir mətbuatda bir məqalə oxudum. Məşhur adamları soruşmuşdular ki, siz bəs teatrda işləyirsiniz 200-də. Bəs bu uşaqlarla kim məşğul olur? Gündüz məşq, axşam tamaşa. Deyir, vaxtımız yoxdur, niyə belə? Sonradan həmin adamların uşaqları demək olar ki, yaxşı yolda olmadılar. Onlara əziyyət verdilər. Ona görə də uşaqların tərbiyəsi ilə həm ana, həm ata məşğul olmalıdır. Bilirsiniz, mən indi
öz kino yaradıcılığında da öz yerində. Amma mən xoşbəxtəm ki, mənim 2 oğlum olub. Demirəm ki, onlar belə elə. Sadəcə cəmiyyətə yararlı adamlar yetişdirmişəm. O özü mən yox ha, Allahın rızası ilə. Onlar onun qonşuda o qədər pozğun uşaqlar vardı, gelib qoşulardılar ora. Axı hər dəqiqə mən onları izləyə bilmirdim. Düzdür, nəzarət vardı. Amma hər dəqiqə izləmək olmur. Mən məsələn özüm təsəvvür edirəm, rayondan gəlmişdim, yataqxanada yaşayırdım. Mənim yanımda çox şeylərlə məşğul olurdular. Qumar oynayırdılar, nəşə çəkirdilər. Amma mən qoşulmurdum onlara. Amma qoşula bilərdim. Yəni, çox asan idi ora qoşulmaq. Çox asan. Amma uşaqlar vardı, qoşuldu və sonradan onun əziyyətini çəkdilər. Bu da çox qəribədir. Mən, məsələn, uşaqlarına öyüd, nəsiyyət verən, şey eləyən adamlar görmüşəm. Amma evladları görürsən, bu diqqətə layiq olmayıblar. Amma ailə də görmüşəm ki, kişi hər gün içib, evə gəlib dalaşan, evdə çox pis sözlər, söyüşlər olan bir ailədə 2 uşağı yetişib, ikisi də nə siqaret çəkib, nə içki içib və gözəl ailə qurublar və xoşbəxt olublar. Çox qəribə. Rolları böldük, bildik ki, bu işi bu eləməlidir və bir-birimizə onda başa düşdük. Yəni, o öz işini görürdü, uşaqları məktəbə aparardı, gətirirdi. Bəzən mən işləməyəndə, yaxud boş olanda gedib gətirdim. Yəni, hərə öz işin bölüşdürdü və mənə gəlir ki, düzgün bir yol seçdik. Amma sonradan mən, məsələn, küçədə gedəndə mənə cəmaat baxırdı. Bu biraz o bizim ailədə bir cürə baxırdılar buna. Biraz qısqanclıq, biraz belə təəccüb. Çünki ömründə mənə tərəfə baxmayan adamlar hamısı çölkü baxırdılar. Bu bir qəribə bir hissiyat idi. O da biraz narahatlıq yaranırdı. Bəli, hə, o niyə baxdı, bu niyə belə gəldi, o niyə yazdı. O vaxt əl telefonu zadı yox idi. Ben başa düşməyəndə əsəbləşirdim. Müxtəlif söz-söhbətlər olurdu. Ailədir də olurdu. Amma indi baxanda görürəm ki, aha, buna o vaxt sərf elədiyimiz əsəb heyf onlardan. Çünki o bizim elə sağlamlığımıza müəyyən mənfi təsir göstərir. Sonra zaman hər şeyi yerbəyer eləyir. Və indidən buradan baxanda görürsən ki, mənasız yerə mübahisələr eləmişik. Elə bir ki, yatıb durdum, məşhur adam oldum. Ona dözmək də çətindir, bilirsiniz. Məsələn, çox adamlar görmüşəm mən, müvəffəqiyyətdən baş gizərlər. Şükür Allah, o hissiyat məndə olmadı. Bu günə kimi də yoxdur, çünki mən əksinə, mənə çox diqqət yetirəndə, mənlə çox maraqlananda mən daha məsuliyyətli olmağa yönəlirəm. Düzdür, bunların içində açığı qadınların bəzisinin bəlkə də şəhvani hissləri olub, nə bilim nə, amma əksəriyyət aktyor kimi hörmətlə yanaşırlar. Və bunu da gərək mən qarşılıqlı hörmətlə qəbul edəydim. Yəni, hamıya ümumiyyətlə pis gözlə baxmaq olmaz. Özüm o hissləri keçirtmişdim deyənə, aktyorlara nə cür belə çox qəribə baxışlarım olmuşdu mənim. Mən onları yaxşı başa düşürdüm.